Salam əziz tələbələr. Növbəti sınavımızda olan məntiq sualların ikinci hissəsinin izahı ilə qarşınızdayım. Deməli 71-ci suala qədər olan suallar izah olunmuşdu. 71-dən sonra olan sualların izahını isə bu videoda görmüş olacaqsınız. 71 nömrəli sualımız bir mühakimə mətnidir. Yazılıb ki, riyaziyyat müəlliminin dediyinə görə məsələni həll edən oğlanların sayı onu həll etməyən qızların sayına bərabərdir. Qızların sayı oğlanların sayından çoxdur. Aşağıdakı mülahizələrdən hansı doğrudur? Deməli, bunu həll etmək üçün hissə-hissə qurmağa çalışmaq lazımdır. Buradan mən yazıram qızların sayını və ya baxın, buradan oğlanların sayını yazıram, buradan da qızların sayını yazıram. Daha sonra yazıb ki, məsələni həll edən oğlanların sayı onu həll etməyən qızların sayına bərabərdir. Deməli, mən artıq bilirəm ki, oğlanlar və qızlar arasında məsələni həll edənlər var və həll etməyənlər var. Həll edən oğlanlar və ya qızlara ayrılıqda hər iki say olaraq bilmirəm, qruplaşdırıram. Həll edənlərə həll edənlər yazıram, H yazıram, etməyənlərə də E yazıram. Həll edənlərə H, etməyənlərə E. Bu qaydada. Burada qeyd olunmuşdur ki, məsələni həll edən oğlanların sayı, yəni H, onu həll etməyən qızların sayına bərabərdir, yəni Y-yə bərabərdir. H ilə Y burada bir-birinə bərabərdirsə, mən bunlara bir X deyəcəm. Baxın, bu olacaq X. Deməli, X ise bu da X'dir. Bir-birinə bərabərdir axı. Həll edən oğlanlarla həll etməyən qızların sayı. Digərləri ilə bağlı məlumat verilməyib deyə digərlərini olduğu kimi saxlayıram. Bu Y olur, bu da H olur. Bu, məsələni həll edən qızlardır. Bu da məsələni həll etməyən oğlanlardır. Bu getdi. Növbəti. Davamında yazıb ki, qızların sayı oğlanların sayından çoxdur. Yəni, qızlar çoxdur nədən? Oğlanlardan. Bu da onu göstərir ki, bizə X plus Y kiçikdir H plus X-dan. Yəni, X-ları silsək hər iki tərəfdən ixtisar aparırsaq, Y kiçikdir nədən? H-dan. Bu məlumat qaldı bir kənarda. İndi keçib sualları cavablamağa çalışacağıq. İndi A variantından yazılıb ki, məsələni həll etməyənlərin sayı oğlanların sayından azdır. Məsələni həll etməyənlər kimlərdir? Məsələni həll etməyənlər, həll etməyən oğlanlar plus həll etməyən qızlardır. Məsələni həll etməyənləri toplasaq nə alınır? Y plus X alınır. Oğlanlar və qızlar. Bu şəkildə hesablamış olsaq. Deyir ki, onların sayı oğlanların sayından azdır. Xeyr, az deyil. Elə oğlanların sayı nəyə bərabərdir? Buradan görürəm ki, oğlanların sayı da X plus Y-dir. Məsələni həll etməyənlərlə oğlanların sayı bir-birinə bərabərdir əslində. Deməli, A variantı yanlışdır. Bu getdi. Daha sonra B-də yazıb ki, məsələni həll edən qızların sayı, məsələni həll edən qızlar hansıdır? H-dır. Məsələni həll edən qızların sayı, məsələni həll etməyən oğlanların sayından azdır. Məsələni həll etməyən oğlanlar hansılardır? Y-dir. Deyir ki, H Y-dən azdır. Amma mən əvvəlcədən burada qurmuşdum ki, H Y-dən nədir? Çoxdur. Burada isə bunun tərsini deyib. Deməli, bu cümlədə doğru cümlə deyil. Deməli, B variantını silirəm. C-də yazıb ki, qızların sayı məsələni həll edənlərin sayından azdır. Qızların sayı nədir? H plus X-dir. Bu hissə. Qızların sayı bu ikisinin cəmidir. H plus X. Deyir, qızların sayı məsələni həll edənlərin sayından azdır. Məsələni həll edənlər kimlərdir? Məsələni həll edən oğlanlar, yəni X. Bir də məsələni həll edən qızlar, yəni H. Yenə X plus H alınır. Deməli, qızlarla məsələni həll edənlərin sayı nə olacaq? Bərabər olacaq. Çünki toplananların yerindəki cəm dəyişmir. Burada isə azdır yazılıb. Deməli, C variantı yanlışdır. İndi isə keçirik növbəti D variantına. D variantına yazılıb ki, qızların sayı məsələni həll edənlərin sayından çoxdur. Qızlar hansılar idi? Yenə H plus X idi. Bu hissə. Çünki məsələni həll edən qızlar və həll etməyən qızlardır. Ümumi qızlar H plus X-dir. Deyir, həmin qızların sayı məsələ həll edənlərin sayından azdır və ya çoxdur yazılıb. Mən gəlib baxıram ki, məsələni həll edənlər kimlər idi? Məsələni həll edən oğlanlar idi. Məsələni həll edən qızlar idi. Deməli, məsələni həll edən oğlanlar və qızların cəmi nə olur? H plus X plus H olur. Yenə bunlar bir-birinə bərabərdir. Elə bir öncəki cümlədir. Yəni, bunun biri digərindən çox və ya az deyil, bir-birinə bərabərdir. Burada isə çoxdur yazılmışdı. Deməli, D variantı da yanlışdır. Sonuncu Y variantı qaldı. Y-də yazıb ki, məsələni həll etməyənlərin sayı oğlanların sayına bərabərdir. Məsələni həll etməyənlər kimlərdir? Məsələni həll etməyənlər, həll etməyən oğlanlar və həll etməyən qızlardır. Onların cəmi deyir, oğlanların cəminə bərabərdir. Həqiqətən oğlanların cəmi də nəyə bərabərdir? X plus Y-yə.
Toplanan yerində şənə cəm dəyişmir, deməli həqiqətən bu ikisi nədir? Bir-birinə bərabərdir. Bu halda doğru cavabımız eləməz Y variantı olmuş olacaq. Növbəti sualımız operatorlarla bağlı bir sual tipidir. Çox çətin deyildi. Baxın, kiçik ədədlərdən böyük ədədlər alınıb. Kiçik ədədlərdən böyük ədədlər alınanda biz demişdik ki, burada bir vurma prosesi olur. Aradakı fərq böyüksə kvadrat kubdan istifadə edirik. Fərq kiçiksə solu sağa bir-birinə vurmağa çalışırıq və ya sol bir ədədə sağa başqa bir ədədə vurmağa çalışırıq. Bu qayda hesablayırıq. Əsas odur ki, bir vurma prosesi olacaq. Deməli, baxın, elə bizdə 3-cü sətr məsələn bir ipucu ola bilərdi. 21-in 12-si burada var. Çatışmayan nədir? 9-dur. 9-u mən necə ala bilərəm? 3-ün kvadrat şəklində ala bilərəm. Deməli, mən nə edirəm? Birincini kvadrata yüksəldirəm. 4-ün kvadratı 16, üstə 7 gəlirəm 23. 5-in kvadratı 25, üstə 9 gəlirəm 34. 3-ün kvadratı 9, üstə 12 gəlirəm 21. İndi 7-nin kvadratı 49, üstə 5 gəlirəm bizə verir 54. Cavabımız da olur məhz A variantı. 73 nömrəli sual fəzə fiqurlarla bağlı bir sual tipidir. Bu tip suallarda bir-bir variantları yoxlamaq məcburiyyətində qalacağıq. Deməli, indi diqqətlə birinci şəklə baxın. Mən birinci şəkildə görürdüm ki, bu xətlər olan hissənin üstündə boz fiqur olduqda, sol tərəfində ağ düzbucaqlıdır, sağ tərəfində baxın bu kiçik xətlər olan düzbucaqlıdır. Gəlib bunu cavab variantlarına baxıram. Baxın, mənim bu paralel xətləri olan düzbucaqlının üstündə boz fiqur olması üçün mən yuxarıdan aşağı baxmalıyam. Siz istəsəz imtahanda kitabçanın tərsinə çevirsiniz, daha rahat görə bilərdiniz bunu. İndi mən yuxarıdan aşağı baxanda yadına saxın ki, tərsinə baxırsınızsa hər şey tərsinə dəyişir. Normalda burası sol tərəfdir. Amma mən yuxarıdan aşağı baxanda bura artıq olur sağ, bura olur sol. Bu qaydada. İndi mən bu xətlərin üstündə boz fiqur görməyim üçün yuxarıdan aşağı baxdım. Bu halda mənim sağ tərəfim oldu bu tərəf, sol tərəfim oldu bu tərəf. Tərsinə baxdığım üçün. Sağ tərəfdə məndə baxın bu fiqurlar idi, eynən buradakı kimi. Sol tərəfdə məndə bu ağ düzbucaqlı idi, eynən buradakı kimi. Hər hansı bir problem yoxdur. Deməli, A variantı hələ ki doğru ola bilər. Keçirəm B variantına. B variantda eyni vəziyyətdə baxdıqda mən nə görürəm? Baxın, məsələn, burada nə görmək olardı? Düzbucaqlının üstündə boz fiqur olduqda, yenə yuxarıdan aşağı baxıram, hər şey əksinə dəyişmiş olacaq. Bura hara düşəcək? Yuxarıdan aşağı baxdığım üçün sağa düşəcək. Sağda ağ düzbucaqlı olmalıdır bu vəziyyətdə, amma mən buradan baxanda bunun üstündə boz fiqur olduqda solunda qalırdı ağ düzbucaqlı. Burada isə sağına düşüb. Çünki yuxarıdan aşağı baxıram, tərsinə baxıram deyə bura sağ olur artıq. Deməli, B variantı yanlış idi. Keçib digər variantları yoxlamış olsaq. Məsələn, yenə mən sanki baxın boz fiquru aşırdıram bura. Burada olur boz fiquru. Yenə bu istiqamətdə baxıram. Hansı ki mən o paralel xətli fiqurun üstə boz görmək üçün. O zaman sağa bu fiqur düşür, sola bu fiqur düşür. Amma məndə baxın sağda hansı fiqurdur? Sağda bu fiqurdur eyni vəziyyətdə. Solda ağ fiqurdur. Burada isə solunda sağında fərqli fiqurlar verib. Deməli, C variantı yanlışdır. Sonra keçirim Y variantına. Yenə eyni qaydada. Baxın, bu xəttin solunu sağını yoxlayacağıq. Mən artıq elə bu xəttə baxdıqda, baxın, çox da mürəkkəbləşdirmirəm. Həmin mən bu paralel xətlərimin sol tərəfində bu yerləşir, sağ tərəfində bu yerləşir, elə deyil. Heç bunu düşünmürəm hələ ki. Buna baxın. Bunun bir tərəfində budur, sol tərəfində tutaq ki budur. Mən bunu buradan kəsib, olduğu kimi buraya yapışdıra bilərəm, heç nəyi dəyişdirmədən. Heç nəyi dəyişdirmədən. Bu halda solunda bu fiqurdur, sağında tutaq ki bu fiqurdur. Bu istiqamətindən asılı olaraq və ya tərsinə baxsaq, yuxarıdan aşağı baxsaq sağda budur, solda budur. Bu istiqamətindən asılı olaraq dəyişəcək bir şeydir. Amma istənilən halda solunda və sağında eyni fiqurlardır. Amma mən burada baxırdım ki, həmin fiqurun solunda və sağında olan fiqurlardan biri ağ fiqurdur. Burada isə ümumiyyətlə ağ fiqur onun solunda və sağında yerləşməyib. Bir nöqtəli fiqurdur, bir də bu qara dairəli fiqurdur. Deməli, Y variantı da yanlışdır. Gəlib D variantını yoxlasaq. Yenə baxın, bu fiqurun soluna sağına baxıram, heç mürəkkəbləşdirmirəm. Bu fiqurun solunda qara, tutaq ki, sağında budur. Və ya yuxarıdan aşağı baxıramsa sağında qaradır, solunda həm bu digər xətli fiqurdur. Hansı ki bu paralel xətlə fiqurun sağından söhbət gedir. Bir tərəfində qara fiqur verilib, bir tərəfində bu verilib. Amma məndə əsas şəkildə, heç digərlərinə baxın baxmıram, ehtiyacım yoxdur. Əsas şəkildə bu paralel xətli olan fiqurun bir tərəfində ağ fiqurdur, bir tərəfində düz xətli fiqurdur. Amma məndə bunun heç bir halda bir tərəfində ağ fiqur yox idi, ona bitişik. Deməli, D variantı da yanlış idi. Doğru cavabımız elə ona görə A variantı olmuş olacaq. Əslində tam fiqur təsəvvür etmədən də yazmaq olardı. Yadda saxın ki, bu tip suallarda mütləq şəkildə
bağlantıların qopmaması məsələsi ilə işləyəcək. Fiqurlar bir-birinə necə birləşibsə, hansı istiqamətə fırlatsaq, yəni eyni istiqamətdən birləşmiş olacaqlar. Növbəti suala keçirik. İndi 74 nömrəli sual. Yazıb ki, aşağıdakı ardıcılıqlardan birində qanunauyğunluq pozulur. Bu ardıcılığı tapın. Deməli, ardıcılıqlar sıra formasına baxın, bu şəkildə verilib. Nə edəcək burada? Ədədlər çox böyük ədədlərdir və random düzülmüş ədədlərdirsə, düşünməlisiniz ki, burada bizə və ya müəllifə ədəd maraqlı deyil. Ədəd maraqlı olsa, adətən bir-birindən bağlantılı ədədlər qoyurdu. Bir-birinə əlaqəli ədədlərdən istifadə edir. Yox, baxın, məsələn, 98, 56, 75 bu ədədlərin müəyyən bir qanunauyğunluğu yoxdur. Sistemsiz şəkildə ədədlər düzülüb sanki. Belə olduqda siz rəqəmlərlə baxın. Rəqəmlər formasına baxın ədədlərə. Yəni 9 və 8 kimi baxın buna. Rəqəmləri nə edə bilərəm? Rəqəmləri toplayaram və ya bir-birinə vuraram. İndi 9-dan 8 cəmi 17. 8, 8 cəmi 16. 9, 6 cəmi 15. 14, cəm 13, cəm 12, cəm 11. Gördünüz, 17-dən 11-ə doğru azaldı. Bir problem yoxdur. 3, 8, 11, 5, 5, 10, 4, 5, 9, 8, 7, 6 və burada rəqəmlər cəmi 5. Burada azalıb, bir problem yoxdur. 8 plus 7, 15. 9 plus 5, 14. 13. Burada cəm 12-dir. Cəm 11-dir. Cəmi 10-dur. Cəmi 9-dur. Yəni bir problem yoxdur. Rəqəmlər cəmi 7. Rəqəmlər cəmi 6. 5, 4, 3, 2 və 1. Burada da bir problem yoxdur. Deməli, problem olacaq 5-ci ardıcılığımızda. Gəlin baxaq. 4 plus 6, 10. 5 plus 5, 10. 4 plus 4, 8. 1 plus 6, 7. Baxın, 10 sonra 9 olmalıydı artıq bu. Azalan bir ardıcılıq var idi. Baxın, 6, 5, 4 demişdim. Deməli, ardıcılıq doğru olması üçün bunun 10 yox, 9 olması vacib idi. Deməli, həqiqətən qanunauyğunluq pozan ardıcılıq 5-ci ardıcılıqdır. Cavab olur, məhz burada da Y variantı. 75 nömrəli suala baxacaq indi. Yazıb qanunauyğunluq pozan ədədi tapın və ya variant tapın. Bir dənə dəqiq oxuyum. Doğru cavab tapın deyir. Gəlib baxırıq şəkil cədvəllərdir. Diqqətlə baxmış olsaq, burada nə edə bilərik? Şəkil cədvəllərini ya sətr-sətr baxmağa çalışın, ya sütun-sütun baxmağa çalışın. Və ya onu müəyyən bir hissələrə, bloklarla bölməyə çalışın. Diqqətlə baxsam, mən bunu sütun-sütun birinci bölürəm bu qaydada. Bu birinci sütunumdur, bu ikinci sütunumdur, bu isə 3 və növbətdə dördüncü sütunumdur. Baxın, 4 dənə sütuna böldüm. 1, 2, 3 və 4. İndi diqqətlə baxsaq. Baxın, birinci sütunda nələr var? Romplar var, elə deyil. Həmin romplar haradadır? Üçüncü sütundadır. Deməli, mənim birinci sütunum 3-ə keçib, ikinci sütunum da hara keçib? 4-ə keçib. Məsələn, baxın, bu qara və ağ dairə haradadır? Buradadır. 1 3-ə keçib, 2 də 4-ə keçib. İndi gəlib baxıram. 1 3-ə keçməlidir. Baxın, diqqətlə. Mənim buradakı bu 2 dənə figurumu görürsünüz. Alt üstə dayanıb, bu şəkildə üstə dayanmış 2 dənə figur. O ikisi buradadır. Deməli, aşağıdakılar çarpaz yuxarı keçib. Baxın, yuxarıda olan bu 2 dənə də hara keçməlidir çarpaz olaraq? Aşağı bura keçməlidir. Romb keçib, amma düz xətt keçməyib. Deməli, mən bura çəkirəm bir dənə düz xəttimi. Düz xətt oldu burada. Eyni zamanda 2 də 4-ə keçmişdi. Baxın, mənim buradakı figurlarım, bunu gördünüz bu hissəni. Bu mavi hissə ilə göstərdiyim figurlarım, baxın, keçiblər bura. İkisi də olduğu kimi buradadır. Yuxarıdakılar aşağı keçib. Deməli, nə olmalıdır? Aşağıdakılar da yuxarı keçməlidir. Bu halda, deməli, mən buradakı figurları hara çəkməliyəm? Sual işarəsi olan yerə çəkməliyəm. Gəlib baxıram. Bunu xəttimi çəkin bura. Baxın, burada belə bir qara dairəm var. Bu qara dairəyə bənzər figur var. Daha doğrusu, bu olacaq burada. Baxın, belə bir figur. Aşağıda T hərfinə bənzər belə bir xəttim var, figurum var. O da olacaq burada. Deməli, variant bu vəziyyətdə alınır. İndi gəlib burada baxırıq, doğru cavab variantı hansı ola bilər. Belə bir cavab variantı alınır. Gəlin görək burada harada verilib bu. Diqqətlə baxın elə. A variantı yanlışdır. Çünki qara dairə bizdə burada solda olmalıydı. B yanlışdır, burada deyil. Y yanlışdır, burada deyil. Qaldı S ilə D. Baxın, bizdə burada diagonal var idi. Baxın, hansı diagonaldır? O diagonal buradadır. Yanlışdır. S variantı deyil. Diagonal burada olmalıydı. T hərfinə bənzər figur da burada olmalıydı. Deməli, hansı variant doğrudur? Məhz D variantı doğrudur. 75-in sualında cavab oldu D variantı. Keçirik 76-cı sualımıza. Tərəzilər mövzusu ilə bağlı bir sual tipidir. Deməli, indi baxıram. Mənə deyir ki, ağ dairə 6 olarsa, 6-dırsa hamısını 6 yazıram.
Bu tarazlıq şərtidir. Yəni bura neçədirsə burada o qədər olmalıdır mütləq. 3 dəfə 6 18. Bura 18 isə burada 18-dir. İstəsəm artıq baxın birbaşa bunlar eyni səviyyədədir deyə bunların hamısına mən nə edə bilərəm? 18 18 yaza bilərəm. Hamısı eyni səviyyədədir deyə. Amma tam əmin olmaq istəyirsə toplayın. 18 18 36-nı verir. Bura 36-dırsa burada 36-dır. 36 36 72-dirsə burada 72-dir. Bu hissə. 72 bölünəm 36 36 36. Yenə 2-yə bölünəm 18 18. Baxın yenə onsuz da biz demişdik ki bura 18 18 yaza bilərik. 36-dırsa burada 18-dir, burada 18-dir. Deməli bölmüşəm 18 2 ilə. Bura 9-dur, bura 9-dur. Bura 18-dir, bura 18-dir. Normalda adətən tərəzi suallarında fiqurlar müxtəlif qiymətlər almalıdırlar. Şərtdə bu sizə veriləcək adətən. Amma burada şərt verilməyib deyə fiqurlar eyni qiymətlər ala bilərlər. İndi 18-i 2-yə yerə bölmüşəm. Bu 9, bu 9. 18 ilə bunun ümumi çəkisi. Bu oldu 18. 1, 2, 3, 4, 5, 6. 6 dənə fiqur var. Deməli bunun birinin qiyməti 3 olmalıdır ki 3 dəfə 6 bizə versin 18-i. Baxın bunun biri yenə 3 olmalıdır ki 3 dəfə 3 bizə versin 9-u. Bunun özü 9 oldu. 18 isə bu 9 9'dur. Bu 18'dir. Bunlar da 3 dənə 6'dır ki cəm bizə verib neçəni 18'i. Hamısını tapdıq. Bu içərisində qara dairə olan bu fiqurun buradadır. Baxın qiymətini 3 tapmışam, yerinə yazıram 3 plus. Bu içərisində x olan kvadratın buradadır. 9 tapmışam, yazıram 9 plus. Ağ 3 bucağı isə mən burada 3 tapmışdım, yazıram 3. 12 plus 3 də bizə verir 15'i. Deməli bu sualda doğru cavab olur məhz 76'da A variantı və biz keçirik 77-ci sualımıza. 77-ci sualımız bir ardıcıllıq sualdır. Demişdik ki uzun ardıcıllıqlara biz nə edirik adətən? İnterval şəklinə baxırıq. Deməli 2-dən 6-ya, 6-dan 12-yə, 12-dən 20-yə, 20-dən 30-a, 30-dan 42-yə. Necə artdı? 4 vayda artdı. 6-dan 12 6 vayda artdı. Daha sonra 8 vayda artdı. Növbəti 10 vayda artdı. 2-2 artır edir. Artımlar da öz daxillərində 2-2 gedirlər. Buna diqqətlə baxmış olsaydıq. İndi 30-dan 42-yə nə qədər artmalıdır? 12 vayd. Həqiqətən 12 vayd artıb. Baxın artımlar da öz daxilində 2-2 arta gedirdi. Burada bir problem yoxdur. İndi ikinci ardıcılığa baxaq. Əgər interval şəklində baxırsınızsa hər iki ardıcılığın mənası olmalıdır. 4, 9, 16, 25, indi olar 36. 2'nin kvadratı, 3'ün kvadratı, 4'ün, 5'in, indi nə gəlir? 6'nın kvadratı, yəni 36 olmalıdır. Bu sualda doğru cavab oldu 77'də C variantı. Keçir 78-ci sualımıza. 78-ci sualımız bir mətnin məntiq təhlilidir. Oxşar mətnimiz kitabımızda var idi, əlavələr bölməsində. Burada sadəcə biraz mətndə verilən məlumatlar biraz dəyişdirilib. İndi bir kənardan qeyd dəftəri açacağam. Həmin qeyd dəftərində mətnimizi qurmağa çalışacağıq. Qeyd dəftərimizi açsaq indi bir-bir oxuyacağım. Yazıb ki, sutku ərzində televiziya kanalında davamlılığı 8, 25 və 40 saniyə, 15 və 35 dəqiqə, 2, 4 və 5 saat olan xəbərlər, futbol, film, konsert, reklam, əyləncəli, intellektual və mətbəx verilişləri göstərilib. Konsert, məlumatlar verirlər artıq, biz yavaş-yavaş qurmağa çalışmalıyıq. Demişdik ki, bir müqayisə varsa, bir kəmiyyət keyfiyyət fərqi varsa, azı aşağıdan, çoxu yuxarıdan yazmış olacağıq. Deməli, nədən başlayır? 8 saniyədən başlayır. Mən indi belə bir cədvəl quracağam və yenə az aşağıdan, çoxu yuxarıdan. 8 saniyə. Bu şəkildə qısa-qısa qeyd edəcəm. 8 saniyə. Daha sonra 25 saniyə. Mən də bunu sürətli qurmaq üçün burada videonu 1 dəqiqəyə dayandıracağım ki, sizin vaxtınız çox getməsin. Cədvəlimizi qurduq. Baxın, cədvəl necədir? 8, 25, 40 saniyə, 15, 35 dəqiqə bu qaydada azdan çoxa doğru aşağıdan yuxarı düzmüşəm. Deməli, gəlib bir-bir cümlələri oxumağa çalışacağım. Yazılıb ki, konsert ən uzun olmayan əyləncəli verilişdən qısadır. Deməli, konsert qısadır əyləncəli verilişdən. Amma hansı əyləncəli verilişdən? Ən uzun olmayan. Deməli, əyləncəli veriliş, əyləncəli burada deyil. Yazıb üstdən xətt çəkirəm. Konsert bundan qısa deyilsə, bundan qısadırsa, konsert də burada deyil. Bunlar getdi. Eyni zamanda konsert əyləncəli verilişdən qısadır deyə əyləncəli veriliş 8 saniyə ola bilməz. Çünki o zaman konsert gərək daha aşağıda olsun, amma daha aşağısı yoxdur. Bunlar getdi. Növbəti keçirik nəyə? Konsert burada ola bilməz. Konsert burada olsa gərək əyləncəli veriliş 5 saat olsun. Çünki konsert 4 saat olsun ki, əyləncəli verilişdən az olsun. Amma əyləncəli verilişimiz 5 saniyə deyildi.
5 saat değildi. Deməli bu 7. Sonraki cümlə. Konsert deyir ən uzun olmayan əyləncəli verilişdən qısadır. Ən qısa olmayan futboldan uzundur. Ən qısa olmayan futbol deyilsə futbol 8 saniyə deyil. Ən qısa deyil. Və bizdə nə bundan uzundur? Baxın ən uzun olmayan futboldan, ən qısa olmayan futboldan uzundur deyir konsert. Deməli konsert burada olmayacaq artıq. Çünki konsert burada olsa futbol gərək daha aşağıda olsun. Bu ola bilməz. Futbol burada olmayacaq. Çünki futbol burada olsa gərək konsert daha yuxarıda olsa, amma yuxarısı yoxdur. Eyni zamanda futbol burada da olmayacaq. Çünki futbol burada olsa gərək konsert daha yuxarıda burada olsun. Amma o zaman da konsert burada ola bilməzdi deyə xətt çəkmişdik onsuz da. Və təbii ki futbol burada da ola bilməz. Çünki futbol burada olsa gərək konsert ən azından 4-də olsun. Amma 4-də də ola bilməzdi. Bunları yazdıq, üstünə xətt çəkdik. Növbəti cümlə. Davamiyyət müddətləri sırasında konsert və futbol qonşudurlar. Yəni konsert və futbol belə gələcək. Konsert çox olduğu üçün yuxarıda, futbol aşağıda, amma qonşu yerlər gəlməlidirlər. Bunları bildim. Daha sonra davamiyyət müddətləri dəqiqələrlə ölçülən verilişlər film və reklamdır. Deməli film və reklam nəyinə ölçülür? Dəqiqələrlə. Hansılardır məndə? 15 dəqiqə və 35 dəqiqədir. Bunlardır. Film və reklamdır. Sonuncu filmdən uzundur. Yəni reklam nədən uzundur? Filmdən uzundur. Reklam filmdən uzundursa reklam olacaq 35 dəqiqə burada. Film olacaq 15 dəqiqə. Dəqiqələrlə ölçülürdü. Reklam da filmdən uzun idi. Bu 7. İndi biz burada konsertlə futbolu yerləşdirə bilərik. Çünki bizim boş yerimiz yeganə hara qalıb? Baxın, mən bura konsert yaza bilmərəm 8 saniyəyə. Çünki artıq yazıb üstünə xətt çəkmişəm. Mən baxın, bura konsert yaza bilmərəm 2-ci saniyəyə. Çünki artıq bura konsert yazsaydım, baxın bu hissəyə konsert yazsaydım, futbol gərək düşəydi bura. Olmazdı. Deməli konsert burada da olmaz. Konsert burada da olmaz. Baxın konsert 5 saatda olmaz, 4 saatda, 2 saatda olmaz. 35 və 15 dəqiqə tutulub bunlarda olmaz. Məcburən konsert harda olacaq? 40 saniyədə olacaq ki, onun qonşuluğunda nə ola bilsin? Futbol ola bilsin. Bunları bu qaydada qeyd etdik. Daha sonra nə yazılıb? İntellektual verilişlər əyləncəli verilişlərdən uzundur. Belə bir məlumatım var, amma konkret hara yerləşdirəcəklərimi bilmirəm. Deməli, mənim tapa biləcəyim yeganə bu 4-ü idi. Bu 4-ündən başqa heç birini tapa bilməzdim. Digərləri ehtimal idi. Keçib sual cavablayırıq. Yazılıb ki, mətndəki məlumatlara görə aşağısı nəticələrə gəlmək olar. 1. Mətbəx verilişi ən uzun olmayan davamiyyət müddətinə malikdir. Mətbəx verilişi ilə bağlı ümumiyyətlə məlumatım yoxdur. Bəlkə ən az olan o da 8 saniyə çəkir cəmi. Belə bir məlumatım yoxdur axı. Deməli, bir yanlışdır. 2. Əyləncəli veriliş 2 saat davam edir. Xeyr, əyləncəli veriliş 2 saat davam edirmi? Bilmirəm, dəqiq, əmin deyiləm. Davam eləyə də bilər, eləməyə də bilər. 2-7. 3-də yazıb ki, konsert 40 saniyə davam edir. Gəlib baxıram, bəli, konserti mən hara yazmışam? Baxın, burada 40 saniyə yazmışam. Tamamilə doğrudur. 3-ü götürdüm. 4-də yazıb ki, futbolun davamiyyət müddəti 25 saniyədir. Bəli, tamamilə doğrudur. Futbolu mən 25 saniyə qarşısına yazmışam. 5-də yazılıb ki, intellektual verilişin davamiyyət müddəti xəbərlərin davamiyyət müddətindən böyükdür. Mən nə intellektual verilişlə, nə də ki, xəbərlərlə bağlı konkret bir məlumat qura bilməmişəm. Deməli, bu dəqiq deyil. Dəqiq olmadığı üçün 5-i də götürmürəm. 6-da yazıb ki, xəbərlərin davamiyyət müddəti 2 rəqəmli saniyələrlə ölçülmür. Tam doğrudur. 2 rəqəmli saniyələr hansılardır? 40 saniyə və 25 saniyədir. Artıq onlarla ölçülənlər, yəni 40 saniyə və 25 saniyə olan məndə konsert və futbol olduğu üçün xəbərlər ola bilməzdi. Bu da yazıb ki, ölçülmür. Deməli, doğru cümlə qurub. 6-da doğrudur. 3, 4, 6 Y variantda verildiyi üçün bu sualda doğru cavab olacaq məhz Y variantı. Və biz də keçirik növbəti sualımıza. Deməli, bu sual bizdə 78-ci sual idi. İndi baxırıq 79-cu sualımıza. Yenə bir mətn məntiq təhlili verilib. Yazıb ki, 4 dost Vaqif, Akif, Aydın və Müşfiq Tropical, Concordia, Florida və Plaza adlı 4 müxtəlif oteldə yerləşdilər. Məlumdur ki, bunlarla bağlı məlumatlar verilib indi. Biz nə edəcəyik burada? Cədvəl qurmağa çalışacağıq. İndi mən sağ tərəfdən bir yerdən bir cədvəl quracağım ki, rahat görəsiniz. Baxın, bu hissədən bir yerdə. Deməli, baxaq, boş yeri var imişim. Bəli, aşağıda da boş yeri varmış sizin üçün. Mən buradan quracağım ki, mətnə ilə də görə bilək. 4 dost var. 4 dənə də otel var. Hər dosta bir otel uyğun gəldiyi üçün burada uyğunlaşdırma olduğuna görə bir cədvəl quracağıq.
Demək ki, uyğunlaşdırma olan bütün suallarda biz nə etməyə çalışdıq? Cədvəl qurmağa çalışdıq. Deməli, buradan yazıram Vaqif. Buraya yazıram Akif. Buraya yazıram Aydın. Burada yazıram Müşfiq. Sonra Tropical, Concordia, Florida da Plaza. Bunlar da otellərin adıdır. Otellərin adlarını yazdım. Baxın, belə bir cədvəl quracağıq indi. Dedi ki, uyğunlaşdırma varsa mütləq şəkildə cədvəl qurmaq lazımdır. Cədvəlimizi qurduq. İndi keçib bir-bir oxumağa çalışacağıq yazılan məlumatları. Deməli, yazılıb ki, Vaqif öz dostlarını Plaza otelinə və Tropical otelinə ötürdü. Deməli, Vaqif Plaza və Tropical oteldə yaşamır və oraya yerləşməyib. Çünki dostlarını ora göndərib, özü getməyib. Deməli, Vaqif nə Tropical deyil, nə də Plaza deyil. Buradan silirəm Vaqif və Plaza hissəsindən və Tropical hissəsindən. Ya K olacaq, ya F olacaq. Sonra yazılıb ki, Plaza otelində yerləşən adam Akifin ən yaxın dostudur. Deməli, Plaza otelində yerləşən kimdirsə, bu Akifin dostudur. Yəni, Akif deyil. Bu da 7. Florida otelində yaşayan Vaqif və yaşayan, baxın, vergül, sadalama var burada. Florida otelində yaşayan Vaqif və Müşfiq dəniz kənarında görüşdülər. 3 nəfər dəniz kənarında görüşüb. Bu birinci adamdır, bu ikinci adamdır, bu üçüncü adamdır. Deməli, nə Vaqif nə Müşfiq Florida otelində yaşayan şəxs deyil. Florida hissəsinə gəlirəm. Vaqif və Müşfiqə minus qoyuram. Artıq mən əminəm ki, Vaqif harada yaşayıb? Baxın, bu K olan yerdə. Çünki bir dənə plus ata biləcəyim yeri orada qaldı. Plus attımsa bu sətrə bütövlükdə minus atıram ki, burada ancaq Vaqif yaşaya bilər. Bu 7. Sonraki cümlə. Akif nahar etmək üçün Florida otelinə öz yoldaşının yanına gəldi. Akif bura gəlibsə nahar etmək üçün. Deməli, Akif burada yaşamır, burada yerləşməyib. Sadəcə dostunun və ya tanışının yanına gəlib. Deməli, Akif Florida otelində deyilsə, burada minus qoydum. Baxın, Florida otelinə burada qala biləcək yeganə plusum hardadır? Baxın, bu boşluqdadır. Deməli, Aydın olacaq Floridada. Digərlərinə minus qoyacağım. Daha sonra, baxın, Plaza otelində olacaq kim? Müşfiq. Plus qoydum bura. Yeganə Tropicalda da olacaq Akif. Plus qoydum bura. Hamısını tapdım. İndi keçib sual cavablayıram. Kim hansı oteldə yaşayır? Deməli, Vaqif bizdə K-dır. Burada Tropical yazılıb yanlışdır. Tropical yazılıb yanlışdır. Sonra Akif bizdə Tropicaldır. Akif bizdə Tropical olmalıdır. Akif burada Florida yazılıb yanlışdır. Sonra Aydın bizdə hardadır? Floridadır. Aydın bizdə Florida'dır. Burada Plaza yazılıb yanlışdır. Deməli, doğru cavabımız olacaq elə 79 sualda da məhz D variantı. Keçəcək 80-ci sualımıza. Bu hissəni silirəm artıq. 80-ci sualımız yenə bir mətn məntiq təhlil edir. Biraz mətnlərini çox uymuş burada. Deməli, yazıb ki, basketbol oyununda ehtiyat oyuncular A, B, C, D, Y, F və H-ın meydançaya daxil olma sıraları ilə bağlı aşağıdakılar məlumdur. Baxın, sıra varsa mən də sıranı yaratmağa çalışıram. Neçə nəfər var? 1, 2, 3, 4, 5, 6, 7 nəfər var. Yazıram. 1, 2, 3, 4, 5, 6 və 7. Yazılıb ki, oyuna əvvəlcə Y girəcək. Deməli, ən birinci girən şəxs Y-dir. A oyuna F-dən dərhal sonra girəcək. Deməli, F girəcək, daha sonra dərhal sonra A girəcək. H C-dən dərhal sonra girəcək. H C-dən dərhal sonradır. Oyuna ən son girən nə A, nə də B deyil. Yəni 7-ci yerdə nə A ola bilməz, nə də B ola bilməz. Yazıb üstünə xətt çəkirəm. Y ilə C arasında 2 oyuncu girəcək oyuna. Y ilə C arasında 2 nəfər varsa C burada olmalıdır ki, aralarında 2 nəfər olsun. C-dən dərhal sonra kim olmalıdır? H olmalıdır. H oldu burada. Daha sonra baxın, mən F ilə A-nı ardıcıl yazmalıyam. Mən bura A yaza bilməyəcəyim üçün buraya F yaza bilmərəm. Çünki A-nı yazıb silmişəm buradan. A-nı buraya yaza bilmərəm. Buraya yazsam gəri F düşə 5-ə. 5 də oldu artıq. Mən məcburən A-nı 3-ə yazacağım ki, F-i 2-ə yazın. Bunlar birbaşa ardıcıl gəlsinlər. Buradakı şərtə əsasən. Bunları qeyd etdik. İndi məndə 7-ci yerdə 5 şəxs olmaz. Ən birincidən burada demişəm ki, sondakı B deyil. Deməli, B düşəcək 6-ya, D düşəcək 7-yə. Hamısını tapdıq. İndi keçib sual cavablayacağıq. Deyir ki, mətnə əsasən düzgün fikirlər seçin. Oyuna son daxil olan oyuncusu D-dir yazılıb.
oyuna son daxil olan oyuncusu D'dir. Bəli, bu doğrudur. Biri götürəcəm. 2-də yazıb ki, C-dən əvvəl oyuna A daxil olub. C-dən əvvəl bəli oyuna A daxil olub. 2-ni götürəcəm. Cavabım elə 1 və 2 olacaq. İndi bu PDF doğru PDF deyildi. Sual izah etdim, indi fikir verdim. Sizdə kitabçada 5 bu şəkildə yazılmayıb. 5-də yazılıb ki, sizdə kitabçada A və D bir-birinin ardınca gəliblər. Burada yazılan doğru məlumat deyildi. Sizdə ardınca yazılmışdı. Ardınca gəliblər, yəni yanaşı gəliblər. Sizdə bu şəkildə verilmişdi. 3-də yazıb ki, H-dan sonra oyuna F daxil olub. H-dan sonra oyuna F daxil olmayıb. F H-dan xeyli əvvəl olub. H-dan sonra daxil olan B-dir, yanlışdır. A və B arasında 3 nəfər var deyil. Xeyr, 2 nəfər var, yanlışdır. A ilə D bir-birinin ardınca yazılmışdı sizdə. Xeyr, A ilə D bir-birinin ardınca deyil. Yəni arda-arda deyirlər. Aralarında başqa hərflər var, yanlışdır. Deməli, doğru cavabımız həqiqətən 80-də olacaq 1 və 2 C variantı. Keçirik 81-ci sualımıza. Anaqramdır. Deməli, nida yazılıb C-də, vergül yazılıb Y-də, sual yazılıb B-də, tire yazılıb A-da və sonda D variantına yazılıb nə? Defis. Sözdən hər birinin mənasını tapdıq. Bizdən nə istəyir? Fərqli olanı tapmamızı istəyir. Baxın, hamısı durğu işarəsidir. Yeganə defis durğu işarəsi deyil deyə doğru cavabımız olacaq. Məhz defis. Növbəti sualımız, bizim 82-ci sualımız olacaq bir şifrə sualı. Deməli, bu tip şifrələrdə ipucularla işləyə bilərdik və ya sadəcə hər hansı bir rəqəmin necə yer dəyişdiyinə nəzər yetirə bilərdik. Məsələn, mənim birinci yerdə duran simvolum nə edib? Burada keçib ikinci yerə, burada yenə olduğu yerdə qalıb. Deməli, doğru cavab variantında mənim birinci yerdə duran simvolum daha sonra ikinci yerə keçməlidir, daha sonra olduğu yerdə qalmalıdır bu qaydada. Baxın, mənim birinci yerdə duran simvolum burada ikinci yerə keçib, amma burada olduğu yerdə qalmayıb. Yenə yer dəyişib, deməli B yanlışdır. Burada mənim birinci yerdə olan simvolum ikinci yerə keçib, amma burada yenə olduğu yerdə qalmayıb, deməli C yanlışdır. Növbəti mənim burada birinci yerdə olan simvolum, baxın, ikinci yerə keçib və olduğu yerdə qalıb, doğrudur. Burada mənim birinci yerdə olan simvolum ikinci yerə keçib, amma olduğu yerdə qalmayıb, deməli Y variantı yanlışdır. Qaldı A və D variantlar, 2 variantımız qaldı. Hər hansı başqa bir simvola baxırıq. Məsələn, ikinci yerdə duran simvolum burada birinci yerə keçib, burada üçüncü yerə keçib. Deməli, ardıcaq belədir. İkinci yer, birinci yer və üçüncü yer. Deməli, mənim ikinci yerdə olan simvolum sonra keçib birinci yerə, sonra keçib üçüncü yerə. Mənim ikinci yerdə duran simvolum sonra keçib birinci yerə, sonra keçib üçüncü yerə. Hər hansı bir problemi yoxdur. Bu doğrudur. Fərqli bir yerə baxaq. Məsələn, hansı hərflər fərqlidir burada? A və D variantlarında birbaşa o hərflər üzərində fokuslanmış olsaq daha rahat tapacağıq. Məsələn, Y hərfi. Burada 4-cü yerdə olan hərfimiz fərqli görsənir. Gəlin baxaq. 4-cü yerdə olan simvolum burada keçib 5-ci yerə, burada keçib yenidən həmin yerdə qalıb. Yəni 4-cü yerdə olan daha sonra 5-ci yerdədir, sonra yenə 5-ci yerdədir. 4-cü yerdə olan simvolum burada 5-ci yerdədir, burada da 5-ci yerdədir. Doğrudur A variantı. D variantına baxın, 4-cü yerdə olan simvol burada 5-ci yerə keçmişdi. Burada sona keçmişdi artıq. Məndə sona keçməli deyildi. Olduğu yerdə qalmalıydı. D-ndə C-dir. Cavabımız oldu məhz A variantı. 83 nömrəli suala keçiriləcəyində sıralar mövzusu ilə bağlı bir sual tipidir. Deməli, baxın, CBA, CBA. Arxadan əvvələ doğru ardıca düzmüşəm. Deməli olacaq BAC. Hamısında BAC-də bir problem yoxdur. Daha sonra ikincilərə baxıram. CBC, üçüncü, ikinci, yenə üçüncü. Deməli, üçüncü, B, ikinci, A, yenə üçüncü, yəni B. BAB olmalıdır. C variantı belə deyil. C variantını sildim. Daha sonra üçüncü hissəyə baxıram. Üçüncü hissədə nə gəlib məndə? A və C gəlib. Yəni 2 dəfə bu təkrarlanıb, sonra üçüncü gəlib. Yenə məndə 2 dəfə C təkrarlanacaq, sonra üçüncü, yəni B hərfi gələcək. CCB olacaq. CCB olmayan variantı sildi. Bu CCA'dır, bu da CC'dir. Deməli, A getdi, Y getdi. Qaldı D ilə B. Aralarındakı fərqə baxın, sonuncu hissə fərqlidir. Bura baxsam, məsələn, BA yazılıb. Yəni B, sonra bir daha təkrarlanıb, sonra A gəlib. Deməli, məndə də yenə ikinci təkrarlanacaq A və A olacaq, sonra gələcək C. A və C şəklində olacaq. O da bizdə D variantda verib deyə doğru cavabımız 83-də olur məhz D.
Keçirik 84-cü sualımıza. Yine bir anagram sualıdır. Kitabımızda var idi bu sual. Axund yazılıb. Daha sonra Kərbəla yazılıb. Daha sonra Məşəd yazılıb. Məkkə yazılıb. Və Mədinə yazılıb. Hər biri şəhərdir. Mədinə, Məşəd, Məkkə və Kərbəla. Yeganə Axund şəhər deyil, insandır. Fərqli variantımız 84-də oldu. A variantı. Keçirik 85-ci sualımıza. Şifrələr mövzusu ilə bağlı bir sual tipidir. Dedik ki, məsələn, bu tip şifrələrdə yerlər qarışdırılıb. Məsələn, 5L nə deməkdir? 5L o deməkdir ki, L hərfi verilmiş sözdəki 5-ci hərfin nə idi? Şifrəsidir. Yəni A-nın şifrəsi nədir? L-dir. İndi həll etməyə başlasaq. Baxın, birinci şifrəmiz yanına 1 yazılan şifrədir. 1 o yazılıb. Mən yuxarıda o hərfini axtaranda şifrə hissəsində baxıram ki, heç bir yerdə o hərfi yoxdur. Deməli, mənim birinci yerdə olan hərfim buradakı hərflərdən fərqli olmalıdır. Çünki şifrəm fərqli şifrədirsə, onun qarşılığı olan hərf də fərqli olmalıdır. Ş hərfi gəlib A variantında. Baxın, Ş hərfi şaxta sözündə var. Şifrəsi nə olacaq? A olacaq. Görürsünüz, yanına 1 yazılıb A-nın. Deməli, A variantı deyil. Daha sonra digər variantlara baxaq. Digər variantlarda hər hansı bir yeni söz görmürük deyə hələ ki saxlamış olacağıq. Keçir ikinciyə. İkinci şifrəmiz bizim hansıdır? Yanına 2 yazılandır. Z-dir. Z-ə baxıram ki, yuxarıda varmı? Diqqətlə bura baxsaq, burada Z yoxdur. Burada Z yoxdur. Deməli, ikinci hərfimizdə yeni bir hərf olmalıdır. Deməli, baxın, B variantı yanlışdır. Burada ikinci yerdə R hərfi var. R hərfi olmamalıydı yuxarıda, amma burada var. Çünki Z şifrəsi yuxarıda yox idisə bu hissədə, onun qarşılığı olan hərfdən də mən istifadə etmiş olmamalıydım sol tərəfdə. Amma istifadə etmişəmsə R-dən, R artıq Z-nin qarşılığı ola bilməzdi. B variantı yanlışdır. Baxın, yenə daha sonra hansı variantları silə bilərik? C, D və Y variantı qalıb. Hələ ki bu variantları saxlayacağıq. Keçəcək üçüncü şifrəmizə. Üçüncü şifrəmiz yanına 3 yazılandı. A-dır. Mən A-nı axtardım, tapdım burada. A hərfi burada var. Qarşılığı nədir? Bir yazılıb deyəndə birinci hərfdir. Deməli, A-nın qarşılığı Ş-dırsa, burada da A-nın qarşılığı yenə Ş olacaq. Üçüncü hərfimiz nə olmalıdır? Ş olmalıdır. Üçüncü hərfimiz Ş deyil, Ş deyil. Üçüncü hərfimiz Ş olan yeganə Y variantıdır. Doğru cavabımız olacaq Y. Ülvi müəllimi məşhur suallarından biridir. 86-cı suala keçid edirik. 85 oldu Y. 86-cı sualımız yenə şəkil cədvəllərlə bağlı bir sual tipidir. Baxın, iki hissəli baxacağım. Birinci ağ dairəyə baxacağım. Ağ dairə buradaydı. 45 derece saatin əksi fırlandı geldi bura. 45 fırlandı geldi yukarı. Bakın buradadır. 45 fırlandı geldi bura. 45 fırlandı gelecek bura. Bakın geldi. Şimdi ağ dairə buradadır. 45 fırlanıp buraya düşecek. Düştü. 45 fırlanıp buraya düşecek. Saatin əksi hərəkət edir. Çünki bu vəziyyətdə olmalıdır ağ dairə. Variantlara baxıram. A'da o vəziyyətdə deyil. C'də elə deyil. Digər variantlarda o vəziyyətdədir. İndi keçirəm qara dairə olan xəttəmizə. Deməli, qara dairə olan xəttimiz, baxın bu xəttdən söhbət gedir. Bu istiqamətdə idi. Saat əqrəb istiqamətdə 45 fırlandı. Buraya gəldi, 45 fırlandı, buraya getdi. Bu da saat əqrəb istiqamətdə fırlanır. Baxın buradaydı. Gəldi bura. Geçdi bura. İndi buradadır. 45 fırlansa gələcək bura. 1.45 fırlansa gələcək bura. Sol tərəfə baxmalıdır. D'də sol tərəfə baxmayıb, B'də sol tərəfə baxmayıb. Deməli doğru cavabımız olur həmin bu sualda. Yəni 86-cı sualda deməz Y variantı. Növbəti 87-89 nömrəli suala baxırıq. Blok sualdır. Vacib bir sual tipidir. Əgər qəbul təkrar sualı düşəcəksə, növbəti bu ildə və növbəti illərdə bu sualdan mütləq istifadə edəcək. Çünki daha öncə istifadə olmuş sualdır. Yazıb ki 87-89 sayılı tapşırıqları aşağıdakı mətn əsasını cavablandırın. Aşağıdakı şəkildə O məntəqəsində yerləşən ekspres post ofisi bağlamaların daşındığı məntəqələr, ofis və məntəqələr arasındakı yollar və onların uzunluğu kilometrlə göstərilmişdir. Deməli, o məndə mərkəzi ofisdir. Post məntəqəsi baxın bu məntəqədədir, o məntəqəsindədir. Və digərlərdə A-dır, B-dir, D-dir, bunlar qəsəbələrdir. Burada yazılanlarda məsələn, oradan D olan məsafədir 2 kilometrdir. Bu D-dən C olan məsafədir 1 kilometrdir bu qaydada. Məsələn, oradan C olan məsafə nə qədər olacaq bu məsafəm? 2 burada, 1 burada, 3 kilometr olmuş olacaq. Bunları bildik. Sonra yazılıb ki, Express Post şirkəti kuryer işçisinə şəkildə göstərilmiş marşrut ilə bağlamanın daşıdığı məntəqənin uzunluğuna və bağlamanın çəkisinə mütənasib şəkildə məvacib ödəyir. Və məvacibi necə ödədiyini burada qısa şəkildə qeyd edib.
daşıdığı yükün kiloqramla, getdiyi yola kilometrlə hadisəsindən 10 dəfə az. Məsələn, mən 10 kilometrlik bir yükü daşıyıram O məntəqəsindən D məntəqəsinə. Nə qədər məvacib alacağam? Daşıdığım yük vurulsun məsafə 2 kilometr idi. Bölünsün nə? 10. 10 dəfə az deyirdisə, 10 dəfə az olduğu üçün bölürəm ona. Nə alacağım? 2 manat alacağım sanki. Bunu bildim. Keçəcəm sualları cevablamağa. Yazıb ki 87 nömrəli sualda. Eyni çəkili bağlamalarla ofisdən çıxan kuryer onların yarısını D məntəqəsinə, qalan yarısını C məntəqəsinə təhvil verdikdən sonra yerdə qalanını B məntəqəsinə çatdırdı. Kuryer bunun üçün 36 manat ödənildi kuryerə. Kuryer ofisdən neçə kiloqram yüklə çıxmışdı. Bilmirəm neçə kiloqram yüklə çıxıb. X kiloqram götürürəm. Deyir onun yarısını. Baxın məntəqəm də buraydı əsas məntəqəm. Buradan çıxdım gəldim D-yə. X kiloqram mənim nəyim var? Bağlamam var ümumilikdə. Bunun yarısını qoydum bura. Yəni yarısını hara gətirdim? D məntəqəsinə gətirdim. X bölünsün 2. Təhvil verdim bura. Nə qədər məvacib alacağam? Mənim hal-hazırda D məntəqəsinə təhvil verdiyim kütlə bu idi. Yük bu idi. X bölünsün 2 kiloqram. Yəni ümumi yükün yarısı. Şərtdə verib ki, yarısını qoymuşsunuz D məntəqəsinə. Bu vurulsun məsafə. D-yə qədər olan məsafə 2 kilometrdir. Bölünsün 10. Mən burada ixtisarla aparasam 2-lər gedəndə X qalacaq. Nə qalır? X bölünsün qalır 10. Buradan qeyd etdim. Bu mənim D məntəqəsinə qədər olan aldığım məvacib idi. Plus. Deyir, digər davamında nə yazılıb? Davamını oxuyaq. D məntəqəsinə yarısını, qalan bağlamaların yarısını C məntəqəsinə təhvil verdi. Qalan bağlamaların da yarısını C-yə təhvil verib. Baxın, mən D məntəqəsinə X bölünsün 2 həcmində yük verdim. Ümumi X idi. Onun yarısını. Nə qədər qaldı geri? X bölünsün 2. Digər yarısı qaldı. Deyir, qalanın yarısını. Qalanın yarısı nədir? Qalan budur. Yarısı da bu bölünsün 2-dir. Yəni, ümumilikdə nə olacaq? X bölünsün 4 olmuş olacaq. Qalanın yarısı da budur. Bunu isə çatdırıram mən C məntəqəsinə. Yəni, məvacib necə hesablanırdı? Məvacibi hesablamaq üçün kütləni, yükü vururdum məsafəyə. O'dan C-yə qədər olan məsafə nə qədərdir? 2 kilometr burada, 1 kilometr burada. X bölünsün 4 vurulsun 3, bölünsün 10. Bundan hesablayırdıq. Bu bizə verəcək 40-da birbaşa yazıram 3x-i. Deməli, mən C məntəqəsinə qədər o qədər yük aparanda aldığım məvacibdə oldu 40-da 3x. Daha sonra deyir, geridə qalan yükü də hara aparacam? Diqqətlə oxuyaq. Digər yarısını C məntəqəsinə təhvil verdikdən sonra geridə qalanını B məntəqəsinə çatdırdı. Deməli, geridə qalanı nə qədərdir? İndi gəlin buna baxaq. Mən deməli, X bölünsün 2 qalmışdı. X bölünsün 2-ni bura qoymuşdum. Geridə qalmışdı X bölünsün 2-si. Bu qalanın yarısını, yəni X bölünsün 4-ü çatdırdım hara? C-yə. Nə qədər qaldı? Burada məndə əlimdə qalanın yarısı qaldı. Bunun X bölünsün sanki 4-ünü çatdırmışam C-yə. Digər yarısını geridə qalanda hara çatdıracam X bölünsün 4-ünü? Onu da çatdıracam B məntəqəsinə. Deməli, B məntəqəsinə çatdırmalı olduğum yüküm nə qədərdir? X bölünsün 4-dür. Bu üçünün cəmi mənə X-i verəcək. Bunu mütləq bilmək lazımdır. İndi hesaplamış olsaq, bizim yükümüz nə qədərdir? X bölünsün 4-dür. X bölünsün 4 vurulsun məsafə 2 kilometr, 1 kilometr və 2 kilometr. Oldu 5 kilometr. Vurulsun 5, bölünsün 10. İxtisarlar gedəndə burada qalacaq 2. Burada da nə qalacaq? 2 ilə 4 gedəndə X bölünsün 2 qalacaq. Deməli, X bölünsün 2 həcmindən də gətirdi bura. Baxaq, doğru hesabladıqmı? Bir daha hesablayaq. Bir problemimiz olmasın son nəticədə. Bu bizə neçəni verəcək? 40-da 4-də 5x-dsa 40-da 5x verəcək. Doğru hesablayaq. 8-də 5x alınacaq. Aha. 8-də x alınacaq daha doğrusu. İxtisarlar gedəcək. Burada qalacaq 8-də x. Daha sonra biz nə edirik? 8x bizə nə oldu? B məntəqəsinə qədər gətirdiyim yükə görə aldığım məvacib oldu. Deyir, son nəticədə kuryerə 36 manat məvacib verilib. Kütlə nə qədərdir? Ümumi yük nə qədərdir? Mən x-i tapmalıyam buradan. Ortaq məxrəc bunlar üçün 40-dır. 40 olmaq üçün bunu neçəyə vuracam? 4-ə vuracam. Olacaq 40-da 4x plus 40-da 3x plus 40-da bunu 5-ə vurmalıyım. 5x bərabər olur 36-ya. Bu bizə neçəni verəcək? 40-da 12x-i 40-da 12x bərabər olur 36-ya. Buradan x bərabər olacaq. 40 vurulsun 36 bölünsün 12. İxtisarlarımıza aparsaq burada qalır 3. 40-ı da 3'ə vuranda alacaq 120.
Deməli əvvəlcə bizim yükümüz nə qədər olub? 120 kiloqram olub. İndi daha aydın başa düşəcəksiniz. 120-nin yarısını, 60-ını buraya gətirəcək. Nə qədər qalır geriyə? Digər 60 qalır. Geriyə qalanın yarısını, yəni 30-unu buraya gətirəcək. Bəs geri nə qədər qalacaq? Baxın 90-ı gedib 30 qalıb. 30'u da gətirəcək bura. Deməli bu ikisi nə oldu? Bərabər oldu. Ona görə hər ikisində nə yazmışdıq? X bölünsün 4 yazmışdıq. Deməli birinci sualımızın cavabı oldu 120 kiloqram. Gəlib qeyd edirik 87 ya variantı. Və keçirik növbəti 88-ci sualımıza. Yazıb ki, ofisdə kuryerə ümumi çəkisi 100 kiloqram olan 4 bağlama verildi. Bağlamaların üçü eyni çəkidə idi və ona tapşırıldı ki 30 kiloqramlıq bir bağlamanın D məntəqəsinə, eyni çəkidə olan ikinci bağlamanı C-yə, C məntəqəsinə, üçüncünü isə B-yə çatdırsın. Deməli 4 dənə bağlama var. Bunun üçünün çəkisi 30 kiloqramdır, üçünün çəkisi eynidir. Hansı ki D, C və B. Geridə qalan birinin çəkisi, geridə qalan nə olacaq? 10 kiloqram olacaq. Onu da çatdıracaq hara A-ya. Deməli bunları çatdırır D-yə, C-yə və B-yə. Və daha sonra yazıb ki, yüngül çəkili sonuncu bağlamanı isə A-ya çatdırdı. Çatdırdı A-ya. Bu halda ona nə qədər pul ödənilməlidir? Gəlin baxaq. Deməli 30 kiloqramla mən gedirəm D-yə. Gəldim bura. Bu hissələri silirəm. Düsturu xatırlayırdıq. Məsafə vurulsun. Nə olurdu bizdə? Kütlə bölünsün 10. O zaman hesablayaq. Məsafəmiz 2 kilometrdir. Kütləmiz də 10'dur. 30 daha doğrusu. 30 vurulsun 2. Nə edirdik? Kütlə vurulsun. Məsafə bölünsün 10. Oldu nə qədər? 6 manat. 6 plus. C'yə nə qədər yük gətirmişdim? C'yə də 30 kiloqram gətirmişdim. 30 vurulsun. Məsafə nə qədərdir? 1 kilometr burada, 2 kilometr burada. 30 vurulsun 3 bölünsün 10. Bu bizə verir 9'u. Plus 9. Daha sonra digər 30 kiloqramlıq hissəni də B məntəqəsinə gətirmişdim. 2, 1, 2, 5 kilometrdir məsafə. 30 vurulsun 5 bölünsün 10. Bu bizə verəcək 15 nəyi? Manatı. 15 manatı bura görə aldım. 10 kiloqramlıq bir hissəm qalıb. Onu da gətirməliyəm A-ya. Amma axı kuryer məntəqəyə gəlib qayıtmır axı o məntəqəsinə. Davam etdirir. Yəni buradan bura gəlir, buradan bura, buradan bura. İndi buradan A-ya getməlidir. Amma diqqətli olun. B-dən A-ya birbaşa yol yoxdur. Mən bunun üçün nə etməliyəm? B-dən qayıtmalıyım C-yə, C-dən keçməliyəm A-ya. O zaman yolum görün nə qədər olacaq? 2 kilometr, 1 kilometr, 3, 2 kilometr bura 5. Mən B-yə çatdım 5 kilometr. B-dən C-yə qayıtdım 7 kilometr. C-dən A-ya keçdim 8 kilometr. Deməli 8 kilometr olacaq ümumi. 10 kiloqram yük vurulsun 8 kilometr bölünsün. Onu da bizə verəcək 8'i. Deməli bu da olacaq 8 manat. Ümumi bunları da toplasaq nə qədər olacaq? 6 plus 9 15, 15 burada 30, 8 də burada 38 manat olmuş olur. Deməli müvafiq həcmdə yükü kuryer bu istiqamətlərdə aparsa ümumilikdə 38 manat məvacib əldə etmiş olur. Bu sualda doğru cavab olur D variantı və biz keçirik növbəti 89 nömrəli suala. 89'da yazıb ki, ofisdən H məntəqəsinə 30 kiloqramlıq çəkisi olan bağlama aparan daşıyan kuryer kuryerə şirkət ən az neçə manat ödəməlidir? Deməli 30 kiloqram yükümüz varsa, odan H-a gəliriksə, ən az nə qədər məvacib ala bilərik onu tapacağam. Az məvacib almağımız üçün az məsafə qət etməyimiz lazımdır, elə deyil. Çünki onsuz da yük dəyişmir, elə neçə kiloqram idi? 30 kiloqram idi, bəli. Deməli mən baxıram ki, odan F-ə 2 kilometr. Buradan bura 3 kilometr, 5 kilometr, 2 də burada 7 kilometr. Bu məsafəmiz 7 kilometrlik məsafədir. Digər isə 4, odan 7, 4, 2 burada 6, 2 də burada 8. Deməli 8 kilometr yuxarıda, aşağıda 7 kilometr yuxarıda. Mən az məvacib ödəmək üçün nə etməliyəm? Məlum məsələ yuxarıdakı yol davam etməliyəm. 2, 3 və 2 kilometr olan yolları davam etməliyəm. Deməli kütləm 30 kiloqramdır. Məsafəm də 7 kilometrdir. Az olduğu üçün az maaş almalı olduğum üçün nə edəcəm mən? Az məvacib almalı olduğum üçün qısa məsafəni qeyd edəcəm. Deməli məvacib necə hesablanırdı? Yük vurulsun məsafə bölünsün 10. Bu şərtdə verilmişdi bizə. Mən burada ixtisarlarıma aparsam neçə qalacaq? 21 qalacaq. Deməli mən ən azı 21 manat məvacib almış olacağam. Baxın məsafəyə görə məvacibin hesablanması burada qeyd olunmuşdu. Daşıdığı yükü kiloqramla getdiyi yolu kilometrlə hasilindən 10 dəfə az. Yəni mən 30 kiloqramlıq yükü 7 kilometr məsafə aparıramsa 30 vurulsun 7 ondan 10 dəfə az bölünsün 10 21 manat pul almış olacağım.
Sualların hamısını biz bu düstura əsasən hesablamış olduq. Deməli cavab olacaq 21, yəni D variantı. Və keçirik 90-cı suala, sonuncu qapalı sualımızdır. Anaqramı həll edin və fərqli sözü tapın yazılıb. Deməli A variantda pediatr yazılıb. Pediatr. Daha sonra həkimdir, bu getdi. D-də terapevt yazılıb. Həkimdir, bu da getdi. Y-də ortoped yazılıb. Həkimdir, getdi. Onkoloq yazılıb C-də. Bu da getdi. Hamısı həkimdir. Negativ yazılıb B variantında. B variantında yazılan söz negativ idi. Fərqli mənaya gəldiyi üçün deməli doğru cavabımız nə olacaq? Məhz B variantı olmuş olacaq. Keçirik 91 nömrəli sualımıza. Bu hissəni buradan siləcəm. Digər mətndən qalan sual həll edib. Deməli maksimum verilən fiqurların cəmini hesablamalıyam. Baxıram ki, kvadratı 5-ə vurmuşam, alınıb kvadratın elə kvadratı, yəni bu işlədən kvadratı. 2 hal ola bilərdi. Ya bu 0 olardı, 0-ı 5-ə vursaydım. 0, 0-ın kvadratı 0. Ya bu olardı, ya da ki 5 olardı. 5-i 5-ə vursam 25, 5-in kvadratı 25. Elə 5 doğru alınacaqmı deyə yoxlasaq, gəlin baxaq. 5 yazsam bu olur 4. 4 plus 5 9. 4 olsa bu olur 1. 3 daha doğrusu 2, 4-ün çıxanda 1 alınsın. Bu halda 5, 3 və 4 alınacaq. Bizə verəcək neçəni? 12-ni. Amma dedik axı bu 0 da ola bilərdi. 0 olsaydı, deməli qara kvadrat 0-dırsa bu olacaq 9. 9 ise bu olacaq 8 ki 9'dan 8 çıxanda 1 alınsın. İndi bu oldu bizdə 8. Bu oldu 0, bu oldu 9. 0, 8, 9 həm də 17 oldu. Maksimum qiyməti istəyir deyə biz nə götürəcəkdik? 12'ni yox, 17'ni götürmüş olasıydıq. Deməli bu sualda doğru cavab oldu. Məhz 17. Baxın, qara kvadrat 0, bu figurumuz, oxumuz 9, qara dairəmiz 8 olmuş oldu. Bu halda qiymətimiz nə olacaq? 17 olmuş olacaq. 92 nömrəli suala keçiriləcək indi. Yazıb ki, deformasiya olmuş figurda verilmiş hərfləri müəyyən edin və hərflərə uyğun kodları həmin hərflərə müvafiq ardıcılıqla qeyd edin. Deməli, gəlib bir-bir tapmağa çalışacağıq. Əvvəlcə kodlarımı yazıram. Kod bir figurdan çıxan xətlərin sayıdır. K-dan 3 xət çıxıb, I-dən 2 xət, M-dən 2, C-dən 5, O-dan 3, L-dən 2, D-dən 1, 2, 3, 4, 5, R-dən 5, Ə-dən yenə 5. Hamısını yazdıq. Gəlib aşağıda da qeyd edirəm bunu. 2 dedim 3. Daha doğrusu 3, 2, 2'dir, 5'dir bunlar. Bunu bilirdik. Bu 3'tü, 2'dir. Yine 5'dir. Bu daha 5'dir. Dedik ki birinci nəyə tapmalıyıq? Kodu kiçik olanların koordinatını yazmaq lazımdır ki onları daha rahat tapa bilirik. Məsələn buradan gəlib bura, bir də gəlib bura. Koordinat nə olacaq? 3 və 5. Daha sonra bunun koordinatına baxıram. Gəlib bura 8, gəlib bura 6. Hər ikisinin 5 xətti var. Koordinat olacaq 5, 5. Bununki də yenə nə olacaq koordinatı? 5, 5 olacaq. Gəlib bu hissəyə. Koordinat 5, 5'dir. Yuxarıda kod 2 olanlara gəlib baxmış olsaq, bizdə hansı fərqlənirdi? 3 və 5 fərqlənirdi. 5 və 5 tapa bilməzdik hələ ki. 3 və 5 hansıdır? Baxın budur. Eldən gəlib D'yə yolum 5 xətti var. Eldən gəlib yolum O'ya 3 xətti var. Baxın 3 və 5 buradadır. Deməli 3 və 5 olan ikiliyim hansıdır? Eldir. Baxın buraya yazıram el. Eli tapdım. Eldən çıxan yollarımın biri gəlir O'ya 3 xətti var. Eldən çıxan yolun biri gələcək baxın bura olacaq 3 xətti. Bu oldu deməli O hərfi. Elin digər bağlantısı hansı hərflə idi? D ilə idi. Eldən çıxan digər yol gəlir D'yə. Bu oldu D. Daha sonra baxın artıq bunları silirəm. Bunlar çox ehtiyac yoxdur artıq buna. İndi növbəti baxıram O'dan çıxan yollara. O'dan çıxan yolların biri gəlib elə. Bunu tapmışam. O'dan çıxan yolların biri gəlib D'yə. Baxın bunu da görürəm. O'nun bir dənə yolu qalıb. O da gəlir hara? Baxın bura. Gəlin görək O'nun 3-cü yolu hara gəlirdi? O'dan çıxan bir yol gəlib elə. Bunu görürəm. Biri gəlib D'yə. Bunu görürəm. Bir dənəsi gəlib C'yə. Deməli digər yolum oldu C. Buraya yazıram C hərfi. Bunu da tapdım. C'nin də üstünə xətt çəkirəm ki artıq onu da tapmışam. Daha sonra baxın mən nələr tapmışam. Mən D ilə elin məsafəsini tapmışam. D ilə onu tapmışam. D ilə C'ni tapmışam. D'nin 2 dənə əlaqəsi qalıb. Biri baxın budur 3 xətlidir. Bir də budur 5 xətlidir. Baxın buradan çıxıb gəldi 5 xətliyə. Biri 3 xətli, biri 5 xətli qalıb D ilə bağlantısı olan. Baxın D ilə bağlantısı olan biri qalıb K.
3 xətti var. Onu yazıram 3 xətliyə. Yəni baxın bura. K oldu burada. K-nı tapdım. D-nin növbəti bağlantısı qalıb sonuncu bağlantısı R-dən. R-in 5 xətti var. Baxın D-dən yolum çıxdı gəldi hara? 5 xətli R-ə. Bu oldu R. R-i yazdıq bura. R-i də tapdıq. Əlimizdə nə qalıb? Əlimizdə qalıb M, I və Ə hərfləri qalıb. Bir dənə 5 xətlimiz qalıb. O bir dənə 5 xətlini gətirib avtomatik Ə hərfini yazıram bura. Bu getdi. 2 dənə 2 xətlimiz qalıb. Baxın, bunları necə tapmaq olar? Məsələn, bunlardan birinin S ilə bağlantısı var. Amma bunun S hərfi ilə birbaşa bağlantısı yoxdur. Burada görürəm S ilə birinin bağlantısı var, birinin yoxdur. Gəlib baxıram. S hərfi hardadır? Buradadır. Baxın, S ilə bağlantısı olan M-dir. Amma I hərfinin S ilə bağlantısı yoxdur birbaşa. Deməli, S hərfi ilə birbaşa bağlantısı olan olacaq M hərfi. I-nin isə S ilə birbaşa bağlantısı olmayacaq. I də oldu burada. Mən hərfləri tapdım. Hərflər baxın belə yazılıb. Birinci, ikinci, daha sonra üçüncü, dördüncü, beşinci, altıncı, 7, 8 və 9 şəklində yazılıb. Mən 1-ə yazdım, O hərfi tapmışam. 2-yə L hərfi. 3-ə I hərfi tapmışam. 4-cü hansıdır məndə? K-dır. 5-ci D-dir. 6 S-dir. 7 M-dir. 8 Ə-dir. 9 da E-dir. Bunları tapdım hər birini. Nə yazılıb? Mənə yazılıb ki, onları düzün sonra kodlara uyğun ardıcılıqla, müvafiq ardıcılıqla qeyd edin. M-in kodu 1-dir. M-in qarşısına 1 yazmışam. Buraya yazdım 1-i. Ə-nin kodu nədir? 2-dir. Ə-yə yazıram 2-ni. Növbəti. R-in kodu 3-dür. R-ə yazıram 3-ü. Və D-nin kodu 4-dür. D-yə yazıram 4-dür. Deməli, mənim ardıcılığım necə oldu? 4, 1, 2 və 3 şəklində. Bu sualda doğru cavab oldu. 4, 1, 2, 3 ardıcılığı. Növbəti sualımız 93 nömrəli sualdır. Yazıb ki, Stokunun qaydasına əsasən sətir və sütunlarda 1-dən 6-ya qədər rəqəmlər təkrarlanmamaq şərti ilə yerləşdirilməlidir. 1-dən 6-ya qədər təkrarlanmamaq şərti ilə. Ümumiyyətlə, Stokun qaydası belə olur ki, məsələn, mən bura 1 yazmışamsa, bu sətirdə artıq heç yerə 1 yaza bilmərəm. Bu sütunda heç yerə 1 yaza bilmərəm. Bu qalın xətlərlə hüdudlanmış hissəyə biz blok deyəcəyik ki, qalın xətlər olan hissəyə. Və burada artıq 1 var deyə, heç bir yerə başqa 1 yaza bilmərəm. Həm sətir, həm sütun, həm də blok daxilində təkrarlanma olmamalıdır. Bu halda A ilə B-ni tapdıqdan sonra B buradadır, A da buradadır. Tapdıqdan sonra A plus B-nin qiymətini müəyyən etmiş olacaq. Burada qapalı görsənin uşaqlar, sizdə açıq idi sual. Sizin PDF-də, kitabda artıq düzəldilmişdi kitabçada. Gəlib bir-bir baxmış olacaq. Nələrdən istifadə etmək olar? Baxın, birinci sətir 5, 6, 3, 1 var, 4 var, 2 yoxdur. Buraya yazdım 2-ni. Bu getdi. Daha sonra, məsələn, bu sütuna baxsaq, sonuncu sütuna. 1, 2, 4, 6 var, 3 ilə 5 çatışmır. Hələ ki, bunları qeyd edə bilmərik, saxlayırıq. İndi bu yuxarıdakı blokun içinə baxaq. 1, 2, 4, 6 var, 3 ilə 5 çatışmır. Hələ ki, bunları da qeyd edə bilmirik. Keçək bu sətrə. 3, 4, 6 var. Baxın, bu sətirdə çatışmır nələr? 1, 2 və 5 çatışmır. Burada 1 olduğu üçün nə mən bura, nə də B-nin yerinə 1 yaza bilmərəm. Sətir daxilində 1 qalır avtomatik bura. 1, 3, 4, 6 var. Nə qaldı? 2 ilə 5 çatışmır. Mən B-nin yerinə 2 yaza bilmərəm. Çünki üstündə bura 2 yazmışam. Təkrarlanma olar. 2-ni yazaram bura. 3-ə də düşər nə? Daha doğrusu B-yə də düşər nə? 5. Təkrarlanma yoxdur, hamısını yazdıq. Əla. Bu getdi. B-nin qiymətini tapdım 5. İndi gəlirəm A-ya doğru fokuslanmağa çalışıram. İndi A olan sütuna baxsaq. 1, 5, 6 var. Çatışmır nələr? 2, 3 və 4 çatışmır. Baxın, mən burada blok daxilində 4 var deyə bu ikisinə 4 yaza bilmərəm. Sütun daxilində 4 düşdü bura. 1, 4, 5, 6 var. 2 ilə 3 çatışmır. İndi 2 ilə 3'ü yazmağa çalışmalıyım. Mən burada 2 olduğu üçün burada 2 yaza bilmərəm artıq. Mən 2-ni buraya yazacağım. 3'ü də yazacağım bura. A-nın qiyməti oldu 3. A 3'dür, B isə 5'dir. Cəmizəni sən verəcək. 8'i vermiş olacaq. Deməli 93 nömrəli sualında doğru cavab oldu 8. Təmiz doldurmamıza ehtiyac yox idi. Çox hallarda ehtiyac olmur. Bu deməli 93 nömrəli sual idi. İndi keçirik 94 nömrəli sualımıza. Riyazi əməldir. Çox çətin deyildi. Riyazi əməlin qaydası nədir? Mötərizənin içindən başlayırıq. Operator hardadır? Soruda hesablayacağım. Operator baxın buradadır. Kvadrat operatoru. Qaydamız belədir ki, sol tərəfi bərabərdir soluna. A bərabər olur 2-yə. Sağ tərəf bərabər olur sağına. 2B bərabər olur 2-yə. Buradan B bərabər olur 1-ə.
A'nın B'nin sadə qiymətini tapdıqdan sonra bərabərliyin sağında yerinə yazıram. A'nın qiyməti 2-dir, B'nin qiyməti 1-dir. Nə alınır? 2-nin kubu 8 çıxılsın 1 bizə verdi 7-ni. Deməli bu oldu 7. İndi 4 üçbucaq 2-ni hesablayacağam. Üçbucaq işarəsi məndə hardadır? Birinci sətirdədir. Deməli burada hesablayıram. Solu bərabərdir soluna. 2A bərabər oldu 4-ə. A bərabər oldu 2-yə. Yerinə yazdım. Sağı sağına bərabərdir. Yenə B bərabər olur neçəyə? 2-yə. Yerinə yazdım. 2 dəfə 2 4 plus 2'nin kvadratı 4. 4 plus 4 bizə verdi 8'i. Buradan aldım mən 8'i. O halda qiymət tapmış oluram ki, əlimdə operator qalmış olmasın. İndi baxın, qara dairəni hesablamalıyam. Solunu 7 tapmışam, sağını 8 tapmışam. Yenə eyni qaydada sol bərabərdir sola, A bərabərdir 7'yə. Sağ bərabərdir sağa, B bərabərdir 8'ə. Yerinə yazıram. A 7'dir, B isə 8'dir. 4 dəfə 7 28, 2 dəfə 8 16. Topladıqda bu bizə verəcək 44'dür. Deməli 94'ün sualında doğru cavabı 44 idi. Yenə sizdə variant yox idi, açıq sual idi. Cavabı 44 olaraq qeyd etməli olacaqdınız. Və sonuncu 95 nömrəli suala gəlirəm. Uyğunlaşdırma sualıdır. Deməli 1, 2 və 3'ə uyğun olaraq aşağıdakı variantları uyğunlaşdırmağa çalışacağıq. Analoji uyğunluq tapmalıyıq. Arı bal. Sanki arı nə hazırlayır? Bal hazırlayır. İpək qurdu nə hazırlayır? Barama hazırlayır. Deməli 1'ə uyğun gəldi nə? C. Sonra baxın, ərik şaftalı eyni yüklüdür. Sərv küşnar nədir? Eyni yüklüdür. Bu ikisi meyvə növüdür, bu ikisi ağac növüdür. Deməli A uyğun gələcək 3'ə. Eyni zamanda qırmızı yaşıl hər ikisi nədir? Rəngdir. D uyğun gələcək 3'ə. 2'də isə zamanı ölçən cihaz hansıdır? Saatdır. Deməli, ölçü üçün cihaz və o nəyə ölçdüyü ilə bağlı bir məlumat verilməlidir variantlarda. Temperatur termometr, çəki tərəzi. Deməli, temperaturu ölçən termometrdir, çəkini ölçən tərəzidir. B və Y nəyə uyğun gələcək? Zaman saata uyğun gəlmiş olacaq. Deməli, B və Y də uyğun gəldi bura. 1C, 2BY, 3AD oldu. Bununla da sınavımızın sonuncu sualının izahına yekunlaşdırmış olduq. Deməli, çox ağır bir sınaq olmasa da sadəcə biraz mətnlərimizin sayı çox idi. Onları da yavaş-yavaş yazmaq öyrənməlisiniz ki, imtahanda bu suallar sizi yormasın. Deməli, növbəti izah videolarında görüşənə qədər hələlik.